içində əbədi qalacaqları cənnət bağları və Eden bağlarında gözəl məskənlər vəd edir. Eden'də bir çay başladı və bağı suladı. Birinci çayın adı Pişondur, ikinci çayın adı Gihondur, üçüncü çayın adı Dəclədir. Dördüncü çay Fəratdır. Rəbb Allah Adəmi Eden bağına yerləşdirdi ki, ona qulluq etsin. Bağda istədiyin ağacın meyvəsindən yeyə bilərsən, amma yaxşını və şəri tanıyan ağacdan yemə ki, ondan yediyin gün mütləq öləcəksən. Həvva həmin ağaca birinci yaxınlaşır. La təqrəba hazihi şəcərətə. İblis cənnətə daxil olmuşdur. Bunu yalnız həmin ağacın meyvəsindən yeməklə qazana bilərlər.